Salam şagirdlər, bugün sizinlə Elxan Vəliyevdən üstü və loqaritmik funksiyalarının izahlarına baxacağıq. Baxaq birinci suala. Birinci sualımız kvadrat tənlikdir. Deyir ki, x1 və x2 bu kvadrat tənliyin kökləri olarsa, loqaritm 25-dən x1-in kvadratı çıxılsın 5-də 1-dən x2-ni tapar. Gəlin sadələşdirək. Loqaritma 25-dən x2-in kvadratını yazıram. 5-in kvadratı, x1-in kvadratı. Kvadratlar gəldi. Qaldı burada loqaritma 5-dən x1. Digərində 5 üstü mənfi 1 olduğuna görə mənfi, bir dənə də mənfi olacaq. Mənfi loqaritma 5-dən x2. Mənfi mənfi bilirsiniz, müsbət olur. Bu da eləyir loqaritma 5-dən x1 üzərinə gəl loqaritma 5-dən x2. Bu da bizə verir 5 əsasda x1 vurulsun, x2 toplamada bilir ki, loqaritmada vururuq. Kvadrat tənliyimizə əsasən x1 vurulsun x2'ni buradan tapa bilərik ki, Viye teoreminə görə 5 bölünsün 0,2. Bu da verir 25. Deməli bu da verir bizə 25. Uşaqlar 5 əsasdan 25'də bu da bizə verir 2. Cavabımız 2C variantı. Baxaq ikinci suala. Üstü funksiyanın qüvvətinə baxırıq. Çıxmadı. Demiş ki, loqaritmada çıxmada bölürük. 2 üstü LG. 36'nı bölürük 4'e. 10 da bölürük 0,9'a. Bu da 2 üstü LG 10. LG 10 əsasdan olduğuna görə ondan 10 bizə verir. 2 üstü 1 bu bizə verdi 2. Birinci hissənin cavabı oldu 2. İkinci hissəyə baxaq. Loqaritma 3'dən 81. Bu bizə verir. 3'ün üstü 4 olduğuna görə 4. 2'dən 4 bu bizə verir 2. 4 dəfə 2 8. 2 üstünə gəl 8. Bu da bizə verdi 10. A variantı cavabdır. Növbəti 3-cü sual. Loqaritma 2'dən 24. Məxrəc bilirik ki, yuxarı qalxaraq loqaritmanın qüvvəti ilə sürəti yerini dəyişib yuxarı qalxır. Bunu yazırıq. Loqaritma 2'dən 24. Vurulsun loqaritma 2'dən 48. Çıxılsın loqaritma 2'dən 96. Vurulsun loqaritma 2'dən 12 kimi. 2'dən 24 biz bilirik ki 8 vurulsun 3'dür. 48 16 vur 3'dür. 96 32 vur 3'dür. 12'də 4 vur 3'dür. Və bilirik ki biz vurmanı toplama kimi yaza bilirik. 2'dən 8 bizə verir 3. 3 üzərinə gəl loqaritma 2'dən 3. 2'dən 16 bizə verir 4. 4 üzərinə gəl loqaritma 2'dən 3. 2'dən 32 bizə verir 5. 5 üzərinə gəl loqaritma 2'dən 3. 4 bizə verir 2'dən 4. 4 vur 3'dür. 2 üzərinə gəl loqaritma 2'dən 3. İndi biz bunları vuraq. Buradan alınır 12. Üzərinə gəl 7 loqaritma 2'dən 3. Üzərinə gəl loqaritma 2'dən 3'ün kvadratı. Çıxılsın. 5 dəfə 2 10. Üzərinə gəl 7 loqaritma 2'dən 3. Üzərinə gəl loqaritma 2'dən 3'ün kvadratı. İndi bunları çıxarkən 12'dən 10 çıxanda uşaqlar qaldı 2. 7 ilə bu 7 loqaritma getdi. Loqaritm kvadratdan loqaritm kvadratı getdi. Cavabımız 2. 2də C variantı. Digərinə baxaq. Loqaritma kök 2'dən 16. Kök 2'dən 16. Kökü nədir? 2 üstü 2'də 1. 16 nədir? 2 üstü 4. 4 buradan gəlir. 2'də 1 buradan gəlir. Cavab elədi 8. Kök 3'dən 9. Yenə eyni qayda. 3 üstü 2'də 1. 9'da 3'ün kvadratıdır. 2 buradan. 2'də 1 buradan. Elədi 4. Deyir 8'dən 4 çıxaq. Cavabımız qaldı 4. Baxaq 5-ci sualımıza. 5-ci sualı parçalamaqdan yazacağım mən. 2 cür buna yaza bilirik əslində. 3 üstü 2 toplamada vururuq qüvvətləri. 3 üstü loqaritma 3'dən 2. Qaydamız var ki 3'dən 3 olanda burada qalır 2. 3'ün kvadratı nədir? 9. 9 dəfə 2 18. 18 B variantı cavabdır. Davam eləyin növbəti 6-cı sualımıza. Burada da eyni qaydada. Baxın 4 üstü loqaritma 4'dən 7. 4 ilə 4 getdi. Qaldı burada 7. 7 üstü loqaritma 49'dan 25. Uşaqlar belə bir şey deyimsə yadınızda saxlayın ki kvadratlar olanda gedəcək. 49'dan 25'i yazıram. 7'nin kvadratı 5'in kvadratı. 2'ler getdi qaldı loqaritma 7'dən 5.
Aşağıda nə var idi? Əsas qüvvətində 7'nin üstü 7 demiş. 7 ilə 7 getdi, qaldı 5. Eyni qaydada 4'ten 9. 4'ten 9 yenə kvadratlar gedir. Loqaritma 2'den 3 yaza bilər. 2'den 3 üzərinə gəl loqaritma 2'den 3'də 4. Loqaritmi toplamada vururuq. Olur loqaritma 2. 3'ü vuram 3'də 4 elədi 4. Belədir 2. A kvadrat çıxılsın B kvadrat. Müxtəsər kimi baxırıq. Bir dəfə çıxmasını, bir dəfə toplamasını yazırıq. Loqaritma 2'den 20 çıxılsın loqaritma 2'den 5. Loqaritma 2'den 20 üzərinə gəl loqaritma 2'den 5. Bölünsün loqaritma 2'den 10'a. Aha, davam eləyək. 2'den 20'den 2'den 5 çıxanda çıxmada bölürük. Elədir loqaritma 2'den 4. Vurulsun. Toplamada vururuq. Eləyir 2'den 100. Aşağıda da loqaritma 2'den 10 var. 2'den 4 bizə verdi 2. 100'ü nə yaza bilir? 10'un kvadratı. Bu da eləyir 2 loqaritma 2'den 10. Məxrəcdə də loqaritma 2'den 10 var. 2'den 10'lar getdi. 2 vur 2 qaldı 4. Davam eləyək 9-cu sualda. 9-cu sualda yenə 11 ilə 11 getdi. Birinci ifadəmizin cavabı 7. İkinciyə baxaq. 1 bölünsün üzərində. 1 bölünsün ona demişik loqaritma. Qüvvətin əsas yeri dəyişir. Olur 7'den 5. Bu da 7'den 7 getdi 5. 7 buradan 5 buradan. Cavab elədi 12. 10-cu sualımıza baxaq. Çıxmadı burada. Çıxmada demişik bölürük. 36'nı 4'ə bölündə elədi 59. Eyni əsasdandır. Bunu belə yaza bilərik. Loqaritma 9'dan 81. Bu da bizə verir 2. Və yaxud 81'i yaza bilərik 9'un kvadratı kimi 2'ni verərik qabaq. Yenə cavabımız 2. 125. 125 uşaqlar 5 üstü 3'dür. 4 nədir? 2 üstü 2'dir. Buradan 2, buradan da 3'ü verəm qabağa. 3 dəfə 2 neynədir? 6. Loqaritma 2'den 5 vurulsun loqaritma 5'ten 2. Demiş ki çarpaz vurma olur. 5'ten 5 getdi, 2 ilə 2 getdi. Cavab qaldı 6. Keçək ikincisine. Loqaritma kosinüs 2pi. Bu nə alır? 1. Elgi 1 nə verir? 0. Elgi deyir artı 10 üstü 2. 100 çıxılsın 0. Yəni elgi 100. Elgi 100 nə verəcək? 2. Burada nə almışdıq? 6. 6 çıx 2. Cavab elədir 4. Davam eləyək. 2'də 1'i neyləyə bilərik? Necə loqaritmanın üstünü qabağa gətirirdik. İndi isə qabaqdakını üstə gətiririk. Buradan da 2'ni verirəm qabağa. LG 5'in kvadratı üzərinə gəl. LG 16 üstü 2'də 1. Bu da eləyir LG 25 üzərinə gəl. LG 4. Toplamada vururuq. Elədir LG 100. LG 100 də bizə verir 2. İndi keçək bura. Burada demişik vurma hissəsinə baxırıq. 7 ilə 7 getdi, qaldı elgi 3'dən 4. Loqaritma 3'dən 36 çıxılsın loqaritma 3'dən 4. Çıxmada bölürük. Loqaritma 3'dən 36'nın 4'ə bölündü 9. 3'dən 9'a bizə verdi yenə 2. Belə suala baxaq. Loqaritma A'dan B, bir də A'dan B üstü -1. Loqaritma A'dan B 1x deyirəm. A'dan B üstü -1 olur 1 bölünsün x. -1 de burada da 1 bölü x. A'dan B'de bu da olur x'in kvadratı. Deməli misalımızı yazaq. X üstə gəl 1 bölü x. Bölünsün 1 bölü x. Çıxılsın x'in kvadratı. Deməli bu ifadəni 1 bölü x'e böləndə x'e nə edirik? Vururuq. Bu eləyir x üstə gəl 1 bölü x. Vurulsun x'e çıxılsın x'in kvadratı. Buradan alınır x kvadrat üzərinə gəl 1 çıx x kvadrat. Cavab qaldı 1. İfadəmizə baxaq. 27 loqaritm 3 kök 3. 27 3 kök 3 də kök 27'dir. Bunun cavabı bizə verdi 2'də 1. 9 üstü 9 üstü 2'də 1. 9 üstü 2'də 1 bizə verdi 3. Uşaqlar 2 plus kök 3'dən 2 minus kök 3 bir-birinin tərsi olan ədədlərdir. Bir-birinin tərsi olan ədədlərdə loqaritma bizə hər zaman -1'i verir. Deməli biri 3'dür. Bir də -1. Belədir 2. Funksiyanın təyin oblasti. Funksiya təyin oblasti demiş ki, loqaritmanın qüvvəti müsbət olmalıdır. 7x minus x kvadrat böyükdür 0.
Köklərini təfriq edir 0, 7. İntervallar üsulu. Mənfi, müsbət və mənfi istəsə. Müsbətlər istəyir bizə. Biz elədi 0, 7. Birinci bu. İkinci, əsasa keçirik. Əsas müsbət olmalıdır. Deməli 3-dən böyükdür. Və əsas 1 almır. Fərqlidir 4-də. Deməli cavabımız oldu 3-dən 4-ə birləşir 4-dən 7-yə. Daxil olan tam ədədlərin hasili. 3 daxil deyil, 4 daxil deyil, 5 daxildir və 6. 5 dəfə 6 da 30. 17. Qiymətlər çoxluğunu tapın. Baxın uşaqlar, bu kvadratik funksiyadır. Kvadratik funksiya, yəni x kvadrat çox 8x üstəgəl 21-in biz qiymətlər çoxluğunu tapırıq. Qiymətlər çoxluğunu taparkən biz bunun ən kiçik qiymətini tapırıq. Ən kiçik qiyməti taparkən isə biz n-in düsturundan, yəni 4ac çıxılsın b kvadrat bölünsün 4a düsturundan istifadə edirik. Bu da bizə verir burada 5. Gəlin baxaq, loqaritma əsasdan 5. Kök altında loqaritma 5 əsasdan 5 ən kiçikdir, yəni bu. 5-dən 5 nədir? 1. Yəni bunu ifadənin ən kiçik qiyməti 1-dir. Ən kiçik qiymət 1 isə deməli 1-dən müsbət sonsuğa qiymət alacaq. Davam eləyək burada. Loqaritma 3-dən 27 bizə verir 3. Deməli 5 üstü loqaritma 5 əsasdan 3. 5-dən 5 gedir, qalır cavabımız 3. Keçək bura. Diqqət eləyin bura. Toplamada. Loqaritmada toplamada dedik ki, vururuq. 5 üstü loqaritma kök 2 əsasından kök 5 plus kök 3'ü kök 5 minus kök 3'e vuranda. Müxtəsərdir. Yəni a kvadrat çıx b kvadrat. Bu da eləyir 5 minus 3 2. Kök 2 əsasdan 2 də bizə verir kvadrat. Yəni 2. 5'in kvadratı 25. Davam eləyək. Birinci hissəmizə baxayıq, vurma hissəmizə. Loqaritma 2'dən 3 vur olsun. 5'dən 8 yazıram, 2'dən 3. 3'ü verəcək qabaq. Bu 2 ilə 2 getdi. Qaldı 3 loqaritma 5'dən 3. Əsasda 5 var. 3'ü qaldırım 3'ün başına. 5 loqaritma 5'dən 27. Baxın yenə 5'dən 5 getir, cavab 27. Bu yenə bayaqki sualdandır. S'dən A var, 1 böl S'dən mənfi 1 üstü var. Deməli 1-nə x deyirik, o olur 1 böl x. 2x üzərinə gəl 5 vurulsun 1 böl x. Məxrəcdə 1 böl x çıx 2x'in kvadratı. 1 böl x'i qaldır yuxarı, x vurulsun 2x üzərinə gəl 5 böl x çıx 2x'in kvadratı. 2x kvadrat üstə gəl 5 çıx 2x kvadrat. Getdilər, qaldı burada 5. 22-ci sualımız. Biz bayaqda dedik kvadratlardırsa gedə bilər. Loqaritma 16'dan 49. 4'ün kvadratı 7'nin kvadratına göre 4'ten 7. 4 var burada. 4'den 4 gitti. Kaldı 7. 9'dan 7'ni çıx. 2. 2'den 8. 2'den 8 bize ne verir? 3. Bir loqaritma kök 3'ten 3'ün kvadratı. Bize verir kök 3'ten 3. 2. Bir 2'nin kvadratı. Elədir 4. Burada 3 ilə 3 getdi. Qaldı loqaritma 5'dən 1000 çıxılsın loqaritma 5'dən 8. Çıxanda bölürük. Loqaritma 5 əsasdan 1000'i 8'e bölürük 125. 125 də 5'in kub olduğuna görə 3. Y bərabər 7 üstü x funksiyasının qrafiki. Qrafik quranda məsələn dəyişənlərə qiymət verə bilərsiniz. Məsələn 0 verəndə 1 alınır burada. Əsas məsələmiz buradan keçir və yuxarı doğru istiqamətlənir.